Ümumiyyətlə, bir müsəlman başqa bir müsəlmanın fərq etmir, istər həyat yoldaşı olsun, istər ailə üzvündən olsun, istər kənar, bir günah əməlini görürsə, o imkan daxilində ona nəsihət etməlidir, onu çəkindirməlidir. Və bu nəsihət də sözsüz ki, müxtəlif halları var, müxtəlif vəziyyətlərdə ola bilər və insan bunu nəzərə almalıdır. Necə ki, alimlər buyururlar ki, bir insan bir münkər əməl görərsə, yəni bir günah bir iş görərsə, bəzi hallarda ona vacib olur onu dəyişdirmək, yəni onu demək və bu da hansı hallarda əgər sənin nəsihətin qarşı tərəfə fayda verəcəksə, yəni o onu azaldacaq və ya tərk edəcəksə, bu halda vacib olur bir insan deməsi. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki: "Mən ra'a minkum munkaran felyughayyirhu biyadihi." Sizlərdən kim günah bir iş görərsə, onu əli ilə dəyişsin. Fə illəm yəstəti' fə bilisanihi. Əgər bacarmasa dili ilə, fə illəm yəstəti' fə biqalbihi və zəlikə ədnəl iman. Və bunu da bacarmasa qəlbi ilə, yəni qəlbi ilə heç olmasa ona nifrət etməlidir və bu da imanın ən aşağı dərəcəsidir. Ona görə ilk növbədə insan əgər qarşı tərəfə fayda verərsə, faydalanarsa ondan və yaxud azaldarsa heç olmasa o günahı, bu halda deməsi vacib olur. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bunu əmr edir. İkinci hal, insan ola bilər ki, sənin nəsihət etməyin əksinə zərər verə bilər, biraz da məsələni dərinləşdirə bilər və biraz da pis ola bilər. İnsan tərsliyə düşür, biraz da artırar. Belə olan halda yaxşı olar ki, deməsin, lakin həmçinin susmasın da. Belə olan halda insan həyat yoldaşında günah əməlini görürsə və bilirsə ki, desə bu daha da pis nəticələr verə bilər, ailənin dağılmağına və s. Belə olan halda o başqa vasitələrdən istifadə etməlidir. Həmin həyat yoldaşının ailə üzvlərindən kimisə sözünü qəbul edirsə və yaxud dostu, tanışı varsa onlara deyib bildirməlidir və onlar ona nəsihət etməlidirlər. Üçüncü hal isə ola bilər ki, insan bilmir, yəni faydası olacaq ya olmayacaq. Belə olan halda insan ictihad etməlidir, özü nəzərə almalıdır, götür-qoy eləməlidir və fikirləşməlidir belə olan halda. Fayda verəcəksə, o halda deməlidir. Olmasa, yenə də qeyd etdiyim kimi, insan başqa vasitələrdən istifadə etməlidir, yəni qohumlarından və s. və yaxud ərinin eşidib sözünü qəbul edəcəyi ağsaqqal insanlardan və yaxud hansısa bir qohum ailə üzvlərindən kimsə ola bilər ki, ərinə təsir edə bilər. Belə olan halda o onlardan istifadə etməlidir.